Növbət dəfə gözəl Naxçıvanda olmaqdan çox məmnunam. Xüsusilə də dost universitetimiz olan Naxçıvan Dövlət Universitetində bu möhtəşəm tədbirdə həm iştirak eləmək, həm çıxış eləmək, həm də bütövlükdə həmsədr olmaq qürur vericidir. Naxçıvan Dövlət Universitetinin təşəbbüsü ilə Bakı Slaven Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Xəzər Universitetinin birgə konfransı olan İnklüziv Təhsildə Nailiyyətlər və Çağırışlar konfransı bu birinci respublika konfransıdır. Bu adda Naxçıvan şəhərində keçirilən kifayət qədər əhəmiyyətli, kifayət qədər vacib bir konfransdır. Ölkə rəhbərimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi təhsil istiqamətində də sürətlə həyata keçirilən islahatlar və sürətlə baş verən şahid olduğumuz inkişaf, eyni zamanda inklüziv təhsil istiqamətində də hər bir ali təhsil müəssisəsinin üzərinə düşən rolu, missiyanı yerinə yetirməsini tələb edir. Bu istiqamətdə istər Naxçıvan Dövlət Universiteti, istər Bakı Slaven Universiteti, istərsə də digər həmkar universitetlərimiz öz fəaliyyətlərini uğurla qurmaqdadırlar. Onlardan ən gözəl nümunələrindən biri dünən və bugün Naxçıvan Dövlət Universitetində baş tutan konfransımızdır. Konfrans çərçivəsində inklüziv təhsil istiqamətində dövlət siyasəti və ali təhsil müəssisələrinin rolu istiqamətində bir çox vacib məsələlər müzakirə olundu. Ölkəmizin müxtəlif yerlərindən tədqiqatçılar öz tədqiqat nəticələrini konfransa təqdim elədilər. Bölmə iclaslarında onların nəticələri müzakirə olundu və mən əminəm ki, bu istər bu konfransın nəticəsi olaraq, istərsə də ki, həm Naxçıvan Dövlət Universitetində, həm Bakı Slaven Universitetində, eləcə də daha geniş anlamda digər təhsil müəssisələrimiz üçün də yaxşı bir tətbiqi nəticələrə çevriləcək tədqiqat nəticələridir. Eləcə də bu günlərin biz universitetlərimiz arasında olan sıx və əməkdaşlıq münasibətlərini həm də rəsmiləşdirmək qərarına gəldik və bu günlərin Bakı Slaven Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında biz əməkdaşlıq memorandumu imzaladıq. Əməkdaşlıq memorandumu istər bütövlükdə kreditlərin tanınması, istər təhsilin təşkili, istər ixtisas artırma və təlimlər kontekstində universitetlər arasında əməkdaşlıq olmaqla yanaşı, tələbə mübadiləsi, müəllim mübadiləsi, akademik mübadilələr olmaqla yanaşı, eyni zamanda Bakı Slaven Universitetinin daha geniş mənada inklüziv təhsillə bağlı olan təcrübələrinin bölüşülməsi ilə yanaşı əməkdaşlıq eləmək üçün bu müqavilələri, bu memorandumları imzaladıq. Əminəm ki, bu istər Naxçıvan Dövlət Universiteti üçün, istər Bakı Slaven Universiteti üçün, istərsə də bütövlükdə təhsil və elm camiəmiz üçün uğurlu belə deyək, proseslərin tərkib hissəsini təşkil edəcəkdir.